Bizim növbəti izahını verəcəyim hissə isə imtahana düşə biləcək hissələrdən və şagirdlərin ən çox qarışdırdığı hissələr. Bunlar hansı hissələrdir? Simpatik və parasimpatik sinirlər. Bunlar haqqında danışmaq istəyirəm. Simpatik və parasimpatik sinirlər, belə deyək də, daxili orqanlarımızın işini müəyyən edən sinirlərdəndir. Hansı ki, bu hissələri burada onurğa sütunumuzda görürsünüz. Bizim burada baş beynimiz, bir də onurğa beynimiz verilibdir. Baş beyin kötüyündən hansı ki, beyin kötüyü yazaq bura, beyin kötüyü. Sonra bu hissəmiz olacaqdır döş hissə. Bu hissəmiz bel hissə. Bel hissə. Bu hissə isə oma hissəmizdir. Biz bilirik ki, simpatik sinirlər hansı mərkəzlərdən çıxır? Döş və bel hissədən simpatik sinirlərdir. Simpatik sinirlərdir. Beyin kötüyü və omadan çıxanlar isə, beyin kötüyü və omadan çıxanlar isə parasimpatik sinirlərdir. Bilirik ki, simpatik sinirlər ürəyin işini gücləndirən, sonra ürək döyüntülərini artırır, ürək siklinin davam etmə müddətini azaldır. Çünki döyüntü ilə sikl tərs mütənasibdir. Göz bəbəklərini genəldir. Sonra həzm sisteminin işini isə zəiflədir. Parasimpatik sinirlər isə simpatikin əksinə olaraq ürəyin işini zəiflədir. Ürəyin işi zəifləyirsə davam etmə müddəti, yəni siklı artır. Sonra bütün orqanların işi zəifləyəcək, lakin həzm sisteminin işi artacaqdır. Bir də göz bəbəklərinin genişlənməsini, yəni göz bəbəklərini genişləndirmir, daraldır. Bu funksiyaları yerinə yetirir. Hər hansısa bir orqan harda yerləşirsə, biz ona hansı sinirin gəldiyini, parasimpatikin və yaxud da simpatikin hansı hissədən gəldiyini necə müəyyən etməliyik? İlk öncə buradan belə qeyd götürə bilərik ki, sadə şəkildə hansı orqan harda yerləşirsə, ona hara yaxındırsa, oradan sinir gələcək. Məsələn, adicə bir dənə ürəyimizi götürək. Ürək hansı boşluqda yerləşir? Ürək döş boşluğunda yerləşir. Demək, ürək döş boşluğunda yerləşirsə, ona ən yaxın olan simpatik sinir döş şöbəsindən gələcək. Bəs parasimpatik hardan gələcək? Beyin kötüyündən gəlmiş olacaqdır. Yəni, bir sözlə, bir orqan harda yerləşirsə, ona yaxın olan hissədən gəlir. Lakin bəzi istisna orqanlarımız var. Məsələn, bağırsaqlara simpatik sinirlər gələcəkdir bel şöbədən, çünki belə daha yaxındır. Parasimpatik sinirlər isə həm beyin kötüyündən gələcək, həm oma hissədən gələcəkdir. Ona görə də bağırsaqlara parasimpatiklər hər iki şöbədən gəlir. Sonra böyrəklər. Böyrəklər biz bilirik ki, bel hissədə yerləşir, qarın boşluğunda, onurğanın sağ və sol hissəsində. Buna gələn simpatik sinirlər beldən gələcək. Lakin böyrəyə desək ki, daha yaxın hissə omadır, parasimpatik omadan gələr. Xeyr, böyrəklərə gələn parasimpatiklər istisna şəkildə beyin kötüyündən gəlməlidir. Bu şəkildə. Yəni, istisna 2 dənə orqanımız var. Bir böyrəkdir, bir də bağırsaqlardır. Bağırsaqlara parasimpatiklər hər iki şöbədən gələcək. Simpatik beldən daha yaxındır, beldən gələcək. Böyrəklərə isə oma daha yaxın olduğu halda omadan yox, beyin kötüyündən gəlmiş olacaqdır. Onurğa sütununda neçə dənə mərkəz var desək, döşlə beldə simpatikin mərkəzi var, omada da isə parasimpatikin mərkəzi var. Beyin kötüyünü bəzən uşaqlar boyun kimi götürür. Xeyr, beyin kötüyü olan mərkəz onurğa sütununda yerləşmir. Onurğa sütununda cəmi 3 mərkəz yerləşir. 3-dən 2-si simpatikin mərkəzidir, biri isə parasimpatikin mərkəzidir. Ümid edirəm ki, parasimpatik və simpatik sinirlər sizin üçün aydın olmuşdur.